10 gündən çoxdur ki, bar-bar bağırırıq sosial şəbəkələrdə, xəbər kanallarımızda ki, rayonlarda vəziyyət pisdir. Mal-qara arasında dabaq xəstəliyi sürətlə yayılıb. Bilirsiniz ki, bu xəstəliyə tutulan mal-qaranın ətini, südünü yemək olmaz. Xəstəlikdir. Paylaşın, dəyərli izləyicilər. Bilməyənlər bilsin. Dünən mən toydaydım. Bax, bu xəstəliyə görə onlarla qonağın heyvan əti yemədiyini gördüm. Əslində yaxşı bir şeydir. Çox təhlükəlidir. Son 1-2-3 ayda qorumalıyıq özümüzü. Peyvəndləmə aparılsa belə mal-qaranın ətini yemək olmaz. Aidiyyatı qurumlar hərəkətə keçiblər. 10 gün qabaq keçməli idilər, amma bu gün ayılıblar ki, heyvan bazarlarını müvəqqəti bağlayaq. Sizcə gec deyilmi? Artıq rayonlarda, kəndlərdə mal-qara sürətlə tələf olur. Bərdənin kəndlərində şəxsən öz qohumumdur, o gün danışdım, səs göndərdi ki, vəziyyət pisdir. Artıq kəndə Şirvanlı, Kətəlparaq, bu kimi kəndlərdə dabaq xəstəliyi yayılıb. Mal-qara qırılır. Belə dəyərli izləyicilər, bizim aidiyyatı qurumlar da gec ayılırlar. Yəqin ki, bu videonu izləsinlər. Bir video yerləşdirdim 3 gün əvvəl 900.000 baxış gəlib. 10 minlərlə bəyənmə olub. Baxın, niyə gec ayılırsınız? Gözləyirsiniz bu xəstəlik daha da sürətlənsin? Nəysə, sözüm yoxdur. Paylaşın.